İlqar Budaqov, növbət sizinkidir. Üzr istəyəm, Faiq Əliyev. Üzr istəyirəm, Faiq bəy sizindir, sonra İlqar Budaqovundur. Mən qısa əlavə eləyim. Siz təkrar olduğuna görə qısaca deyin, bəli. Qısadır, yox. Düzdür, orada hamı getdi, axıra qaldım mən. 12 polis maşını idi, bir avtobus idi. Yəqin ki, o rayondan gələn qırmızı avtobusla gedənlər də onların bəzilərini gördü. Ətrafda bütün polislər idi orada. O düzdür. İkincisi, bu İlqar Hüseynov haqqında o Gəncədən seçilmiş qədə nədir yaşlı kişi Nurəddin deyəsən. Bəy çox düz dedi ki, bu İlqar Hüseynli yoxa çıxıbdı. Həm də İlqar Hüseynli mətbuat katibi də deyəsən Azərbaycan parlamentinin. O həmin bayram günü orada olmalıydı. O orada olub, orada iştirak eləməlidir. Mən elə bildim o Rusiyadadır. Sonra öyrəndi ki, o Akasiya Bakıdadır. O niyə gəlməli? Bax, o izahat verməlidir. Dördüncüsü də ki, Tərənə xanımı da gəşdi. Mənə deyəsən, hüquqdan, qanun dərs demək istəyir. Ancaq siz bir hüquqşünas kimi çox gözəl bilirsiniz ki, bir bazı Müslüm məni qabaqladı. Orada həddən artıq ciddi nöqsana yol verilir. Əgər bu çıxarılıbsa, o adamın niyə xəbəri yoxdur? Yox, bu çıxarılmayıbsa, bax, bugün də burada iştirak edir. Bu necə başa düşək? Burada ciddi olmaq lazımdır. Səhlənkarı yox. Kimsə də böhtan atıb üzərinə nəysə... Oldu, çox sağ olun, Faiq bəy. Oldu, bu qədər. Qəbul edirik. İlqar bəy Budaqov. Buyurun, İlqar bəy. Axşamınız xeyir, hörmətli sədr Namizəd bəy və Azərbaycan Xalq Parlamentinin hörmətli millət vəkilləri və dəyərli xalqım, Azərbaycan xalqı, hər birinizi salamlayıram. Hər birinizə xoş gördüm deyirəm. Bu günləri sizin hər bir kəsin danışıqlarını, fikirlərini diqqətlə izlədim, eşitdim. Hər birinizin fikirlərindən, danışıqlarından hörmətlə razılaşıram və hər birinə də böyük rəğbət bəsləyirəm. Bəli, hər bir şey barədə danışdınız, hamısı həqiqətən də doğrudur. Bunu biz bilməliyik ki, bu günləri Azərbaycanda həqiqətən də elə bir durumdur ki, artıq xalqı bir şey ki, çörəklə imtihana çəkirlər. Hansı dövlətdə ki, xalqı çörəklə imtihana çəkilirsə, o xalq parçalanmalıdır, o dövlət yox olmalıdır. Bizim 28 mayda bizim möhtəşəm liderlərimiz, ulu babalarımız varından, yoxundan, ailəsindən, uşağından kesib, əqidədaşları ilə, silahdaşları ilə bizə böyük bir dövlət, Azərbaycan kimi dövlət qrup yaradıblar. Onları yox etmək istəyirlər. Halbuki dünyada baxın görün hələ neçə minlərlə millət var, ancaq nə qədər dövlət var. Bu dövlət hər bir millətə qismət olmayıbdır. Ancaq bizim Azərbaycan xalqına qismət olub bu dövləti bizim Məhəmməd Əmin Rəsulzadə kimi ulu babamız, liderimiz qurucuları ilə, silahdaşları ilə qurub bizə veribdir. Bundan bu günləri hakimiyyət Azərbaycan konstitusiyasını ayaqlar altına atıb, dövlət qanunlarını oğurlayıb, civinə pükəliyib, basıb, xalqımızın övladlarını məhv edib. Əskərlərimizi öldürür, tərtər cinayətləri hamısı göz qabağındadır. Və bu gün də bizim hərbidə xidmət edən övladlarımız var. Valideyndən nə qədər pul istəmək olar? Hərbi xidmətə gedir ki, valideynə pul versinmi? Valideyndən pul istəsinmi? Bəs bu 18 yaşına qədər məni başa salsınlar, görün bu hakimiyyət, bu məmurlar bizim bu övladlara hansı bir xeyri verib?
Nəyə yaşadıq? Uşaq pulu mu verib? Onun qayğısında mı durublar? Bu günləri xalq həqiqətən də çox ağır durumdadır. Dövlətimiz işğal olunubdur. Yadelilər əlindədir. Xalqa heç bir dəyər yoxdur. Pensiyaları kəsirlər. 8 il bundan öncə olan qan xəstəsinin pensiya verilir və dərmanlar təxil olur. Onu da kəsir. Söyləyin görüm, hələ bu hakimiyyət söyləsin bizə, başa salsın, bizi günahkar çıxardı. Çıxıb haqqını tələb eləyib, həqiqəti söyləyən insanları tutur cinayət məsuliyyətinə cəlb edir. Görüm hələ bunların özü neyinə hansı qanunla bu insanları idarə edirlər. Heyvana qoyduqları hörməti biz insanlara qoymurlar. Əsas bu kənd yerlərində, rayon yerlərində hər bir mağazini, hər bir kimsə iş görürsə, onun hamısını oturdublar daskıya. Kriminal aləmdə belə bir haqq hesab var ki, qanunu prestupnun aləmində yox, kriminal aləmdə. Ancaq özləri üçün zorakılıq edib, kim ki ələ gəlir gətirirsə, pul qazanırsa, onun hansısa yolla qorxuzub əlindəki pulları alsın. Mən üzr istəyirəm millətimdən və sizdən. Mən bunların hamısının şahidiyəm. Bunu mənə yaşadırlar, bunun içindəyəm. Bir şey ki, təsəvvür edin ki, kənd yerində yaşaya-yaşaya, öz ulu babasından qalmış evində, eşiyində, gecə evində tualet tikdirir. Nədir? Bilərlər, gəlib məndən hesab istəyərlər. Biz bunu kimin belinə yazaq? Biz bunları kimə şikayət edək? Şikayət edəndə deyir, gülür, deyir, buna bax, özümdən özümə şikayət edir. Artıq qardaşı qardaşla üzə qoyublar. Valideyni övladla üzə qoyublar. Bu bizi hara aparır? Biz neynəməliyik? Bunun üstündə biz artıq bilirsinizmi, qorxursansa, deməli hər bir şey əlindən gelir. Qorxa-qorxa hər bir şeyi əldən alıb, artıq bizi heç nə ediblər. Bizi bütün dünyada, bütün dövlətlərdə, bütün millətlər içində vəzil ediblər. İndi adını qoyublar ki, biz güya ki, Qarabağı almışıq, evlər tikirik. Hansı evləri tikibsən? Laçında, Kəlbəzərdə, Füzulidə, dağda, daşda yaşayıb heyvandarsılıqla, məhsuldarsılıqla məşğul olan insanlara bina evləri nə lazımdır? Konsular gezmi tikirsiniz. Yanvar ayının 19-unda bələdiyyə seçkiləri olub, özlərinə bələdiyyə seçiblər. Deyin görüm hələ hansınınsa adı çəkilirmi? Kənd kəsək hamısı başlı başına qalıbdır. Və kim ki pul qazanır, alver edirlər, ondan hesab alırlar. Artıq millət qorxur öz pulunu dövrüyə boşlamağa, nəyəsə istifadə eləməyə. Su alveri gedir, iqtisadiyyatı öldürüblər. Öz alınmış Qarabağ torpaqlarımızda özləri üçün 30.000 hektarlarla özləri hər bir şeyə əkir, tərəvəzdən belə, taxıldan belə, hər bir şey. Və bizim bu cəmaatları, kənd cəmaatlarını, rayon cəmaatlarını avtobuslara mindirib günü 12-15 manata işlədirlər. Bunun öz torpaqları var. Bunu suyu ilə təmin eləyin. Hər bir şey ilə təmin eləyin. Təhsil ölüb, məhkəmə yox, heç nə yox. Bu insanlar neynəməlidir? Biz nə üçün bu günləri xalq parlamenti yaratmışıq? Milli müqavimət hərəkatı yaratmışıq. Kefimizdənmi? Qudurmuşluğumuzdanmı? Yox. Deməli, dövlətimizi işğal ediblər. İnsanlarımızı, biz xalqları ölümə, çörəklə imtihana çəkib məhv edirlər, soyumuzu qurudurlar. Bunun üstündə biz danışmalı deyilik, əmələ keçməliyik. Əməlimizlə
Bunu bu hakimiyyətə bildirməliyik ki, dövlətin qanunu qoyun ortaya, qanunla bu xalqı, dövləti idarə edir. Çünki mən bunun hamısını faktla danışıram. Bələdiyyə sədri, ərazi nümayəndəsi toyuq oğlusudur. Adi toyuğu oğluyur, kasıb bir fəhliyə düşən payoxu. Çünki mən bunun hamısını faktla danışıram. Və bütün dövlətlərdən də, hakimiyyət tərəfindən də nümayəndələr yollasınlar. Mən bunun hamısını faktla qoyum ortaya. Biz nə danışırıqsa, hər birini faktla, sübutla danışırıq. Olmaz belə. Belə dövlət idarə olunmur. Dövlətə ədalətli hökmdar lazımdır. Əgər dövlətdə ədalətli hökmdar yoxdursa, həmin millət, xalq, dövlət parçalanıb işğala məruz qalmalıdır. Bizim necə ola bilər? Biz imperator dövlətləriyik. Bütün dövlətlərin içində mədəniyyətli, savadlı, elmli, döyüşkən, qələbə qazanan bir xalqıq biz. Ancaq bu günləri bizim xalqdan istifadə edib, işğal altında olmuş torpaqlarımızı alıb, bugün həmin əskərlərimizin valideynlərini, şəhidlərimizin analarını, əskərlərimizin valideynlərinin cibindən pul soyub çıxardırlar. Belə bir şey olarmı? Biz bunu kimə deyək, neyniyək, heç kim də baxmır. Xalqım mənim, sizi səsləyirəm. Bizim azadlıq yerimiz ancaq və ancaq Milli Müqavimət Hərəkatı Xalq Parlamentidir. Ey məni eşidən bütün müxalifət sədrləri, partiya üzvləri, hər bir kəs öz övladlarının gələcəyini, dövlətini azad, demokratik, xoşbəxt görmək istəyirsə, birləşin. Bundan artıq bizim pis günümüz ola bilməz. Qorxa-qorxa hər bir şeyimizi alıblar, axırda da gəlib özümüzün canımıza alacaqlar, onsuz da alırlar. Tərtər haqq hesabları. Övladlarımızı nə günə qoyublar? Bunu hansı bir ki, bütün dünyada bu necə demək, görünməz bir, eşidilməz bir haqq hesabdır. Mən savadsız bir kəndçi balasıyam. Ali təhsilim yoxdur. Tarixi kinolara da baxmışam. İnsanlar dünyaya gələndən üzü bu tərəfə qədər belə bir Azərbaycan dövlətində baş verilən faciə heç bir dövlətdə olmayıb, nə tarixlərdə yazılıb, nə də qədimi kinolarda yoxdur. Şahlıq, xanlıq dövründə də belə bir şeylər yoxdur. Gəlin, öz gələcəyimizə, dövlətimizi qoruyub, sahib çıxarın. Sağ olun, bu qədər. Var olun, hər birinizi azadlığa çağırdım. Birliyə çağırdım. Çox sağ olun. Çox sağ olun İlqar bəy, millət vəkili İlqar Budaqovun bu ölkəmizdə bərqərar olmuş bu acı həqiqətlərin dilinə gətirdiyi yalnız kiçik bir hissəsidir. Bəli, ölkə sözün əsl mənasında işğal altındadır. Görürəm, millət vəkilləri də İlqar Budaqovun bu çıxışından sonra yəqin ki, öz fikirlərini ifadə etmək istəyirlər. Hətta yenidən yazılanlar da var. Çox ağırdır, əlbəttə. Başa düşürük. Söz verilir Aydın Ələkbərova, millət vəkili. Aydın bəy, buyurun. Salam, hörmətli millət vəkilləri, hörmətli dostlar. Əvvəla icazə verin, 28 may bizim mitingimizdə iştirak edən burada bütün dostlarımıza və iştirak eləməyib mənəvi dəstək olan bütün qardaşlara, bacılarımıza minnətdarımı bildirim, təbrik edeyim. Mən burada, hörmətli Namizəd bəy, üzr istəyirəm, biraz məsələni yəqin ki, mən uzun müddət danışmağına görə mənə icazə verəsiniz, 1-2 dəqiqə artıq danışırım.
Əvvəla onu qeyd eləmək istəyirəm ki, bu günlərim çıxış edən hörmətli dostlarımız, bu sözümə görə mən dönə-dönə onlardan üzr istəyirəm. Çox böyük progres görürəm, çox inkişaf görürəm və bu məni çox sevindirir. Ataxan bəyin də, Xatirə xanımda da, Sədaqət xanımda da, Təranə xanımda da bunları gördüm, sezdim və nəhayət biz ümumi həqiqəti tapa bilirik və ümumi həqiqətə gələ bilirik. Bax, biz dəfələrlə həm siyasi partiyalarda görmüşük, həm parlamentin üzvlərinin içində görmüşük, hətta milli müqavimətdə də görmüşük, bunları görmüşük ki, biz ümumi məqsədə nail olmaq üçün xalqdan istifadə eləməliyik və çox təəssüf ki, bəzən xalqı da, dövləti də, nə bilim, nəyə də kiçildirlər. Xalqa qul, kölə adları qoyurlar, nə bilim, nələr qoyurlar. Təbii ki, bunlar hamısı ürək yanğısından əmələ gələn şeylərdir. Bu qədər Azərbaycanda ümumiyyətlə 40 gün 40 gecə vaxt lazım ki, Azərbaycanda baş verən bu negativ hadisələri qələmə alasan. Amma bütün hallarda bu məsələni qeyd eləmək istəyirəm ki, xalqı tənqid eləmək, bəzən xalqı da təhqir eləmək, bu bizim hörmətli millət vəkilləri, ümumiyyətlə bütün dünyada, bunlar siyasi insanlar sayılır, bunlar siyasətçilərdir. Çünki bunlar qanunlar hazırlayır, dövlətin təhlükəsiz konsepsiyasını hazırlayır, xarici təhlükə məsələsini hazırlayır, daxili təhlükəsizlik məsələsini hazırlayır. Yəni bunlar diplomatiyasını hazırlayır, bunlar sırf siyasi xadimlərdir. Dövləti, xalqı tənqid eləmək, dövləti tənqid eləmək isə məsələn, publisistlərin, jurnalistlərin və yazıçıların işidir. Bu hakimiyyət də xalqı tənqid edir, biz də xalqı tənqid edirik. Xalq da haqlı olaraq deyir ki, bəs onda sən də məni qəbul eləmirsən, o birisilər də məni qəbul eləmirlər. Mən demək öz başını itirmiş, öz yeşnəsə vəziyyətə düşmüş bu xalqı, yenə deyirəm, siyasətçilər bu vəziyyətdən çıxartmalıdır. Biz gecə-gündüz öz təbliğatımda bir məsələni gecə-gündüz qeyd eləməliyik. Bizim o vaxtı hələ Rusiyada bu Leninin başçılığı, lənətullah Leninin başçılığı, Lenin nə etməli əsərində birinci məsələni onu qoymuşdu. Biz mübarizəni nə ilə başlamalıyıq və özü də cavab verirdi. Biz Ümumi Rusiya siyasi qəzetini buraxmaqla başlamalıyıq. Bir nəm Azərbaycanda müxalifəti bu ifadəmə görə üzr istəyirəm. Ümumiyyətlə dəlikdən çıxmağa qoymurlar. Siyasi institutlar məhv edilib, donor təşkilatlar məhv edilib, vətəndaş cəmiyyəti məhv edilibdir. Azərbaycanı mən kim nə deyir desin, mən bu məsələdə bir mənalı deyirəm ki, Azərbaycanda azad sayılan bu daxili o auditoriya, yəni mən o kanalları nəzərdə tuturam, müəyyən həddə qədər azaddılar. Tam azadlıqları yoxdur. Onlar müəyyən həddə qədər naziri, komitə sədrini, nə bilim, kiminsə tənqid etməyə qədər icazə alıblar. Oradan yuxarısına o icazə vermir. Mən Azərbaycanda bu məsələni, böyük bir tarixi missiyanı boynuna götürəcək 2 dənə kanal tanıyıram. ABA Media, bir də Azərfilm. Amma biz bu məsələlərdə tək negativ hadisələr, Azərbaycanda baş verən qanunsuzluqla kifayətlənməlidir. Onsa Sədaqət xanım bayaqdan qeyd edir, onsa buna hamı bilir. Biz sadəcə olaraq bir məsələni unutmalıyıq ki, azadlığa gedən yol milli ideologiyadan keçir. Milli ideologiya olmadan, milli kimliyi xalqa təsdiq elətdirmədən, xalqın böyüklüyünü ona çatdırmadan, xalqı sevmədən, xalqa qucaq açmadan xalqa sahib ola bilməyəcəkdir. Biz xalqı tənqid eləməklə xalqa sahib oluruz. Biz siyasi, burada hamı siyasi xadimdir. Biz yenə deyirəm, publisist ölük, yazıçı ölük, jurnalist ölük. Biz siyasətlə məşğul olan və hakimiyyət iddiasında olan bir qurumuq. Və bu hakimiyyət iddiasında olan qrupların birinci nə edirsən elə, birinci sənin əsas vəzifən, əsas gücün xalqa sahib çıxmaqdır. Ona görə biz maarifləndirici məsələləri geniş önəmə çəkməliyik. Biz xalqa onun qəhrəman olduğunu, imperiyalar quran xalq olduğunu,
onun dünyaya yeni bir mədəni, hələm Qaşqarinin dövründən, Fəraminin dövründən bugünkü günə qədər dünyaya mədəniyyət gətirən bir xalq olduğunu və son gündə 44 günlük müharibədə, 20 saatlıq müharibədə nə qədər böyük qəhrəman xalq olduğunu çatdırıb bu xalqın sevgisini qazanmalı. Biz xalqın sevgisini qazanmadan heç nəyə nail ola bilməyəcək. İkinci, biz xalqa dövlət sevgisini aşılamalıyıq. Təbii ki, burada deyirlər, yəni mən yenə də onu qəbul edirəm. Bu hamısı əsəbdən, hamısı bu qədər haqsızlıqdan əmələ gələn şeydir. Ona görə əsəb gərginliyini bir yana qoyub səbirlə biz xalqın içində bu dövlət sevgisini, dövlətçiliyi yaya bilməsək və xalqa çatdıra bilməsək ki, bu dövlət sənindir. Bu dövlətə sahib çıxacaq qüvvət xalqım yalnız sənsən. Bu dövləti dəyişməyə, onu ədalətlə hökm edəyə məcbur edəcək qüvvət yalnız sənsən. Sən qəhrəmansan, sən müdrik xalqsan. Bunları çatdırmazsan biz heç nəyə nail ola bilməyəcəyik. Ona görə mən bu fürsətdən istifadə edib, mən xahiş edirəm. Bu məsələyə hörmətli Qurban bəy də, hörmətli Teymur bəy də çox istəyərdim buna münasibət də bildirsinlər və proqramlarda bu məsələni geniş qabartsınlar. Mən bu məsələ barədə bu qədər demək istəyirəm. İndi ikinci məsələni hörmətli Namizəd bəy, üzr istəyirəm çox danışdığıma görə, mən bir məsələni bilə bilmədim. Bu günlərin bizim İntizam Komissiyası Müslüm bəyi deputatlıqdan azad edib yoxsa yox. Və hətta indiki əmək qanunçuluğunda da var, istəyən adam ərzən işdən çıxanda onu bir ay müddətində ərzəsini təzədən geri götürüb işə qayıda bilər. Mən hörmətli İntizam Komissiyasından da və birinci növbədə Müslüm bəydən xahiş edirəm bu məsələni yoluna qoysun. Bu günlərin bizim dost istirəcəyi, eyni zamanda parlamentdə bizim dostlarımıza mən bir məsələn deyim ki, Müslüm bəyin ən çox dava saldığı adam mənəm və bizim aramızda çox şeyler. Amma Müslüm bəy haqq ədalət və mübariz insandır. Ona görə mən xahiş edirəm Müslüm bəydən, yarın ki məni sındırmaz. Mən də hesab edirəm ki, Namizəd bəy də xahiş edər, onu da sındırmaz, Qurban bəy də sındırmaz. Və digər dostlarımıza çıxar sındırmaz. Bizim milli Azərbaycan Xalq Parlamentində işini davam etdirilməsin və ona xitam verilməsin. Mən artıq dərəcədə xahiş edirəm. Çox sağ olun. Çox sağ olun. Aydın bəy, məsələni həll eləyərik. Söz verirəm Əli Bədəlova hazırlaşsın. Qurban Məmmədov hüquqşünas millət vəkili. Əli bəy, buyurun. Həm də nəzərə alın ki, artıq vaxtımız da bitibdir. Buyurun. Teşekkür ederim. Ben de herkesi salamlayıram. Namizəd bəy, mən orada chatda da yazmışdım ki, istəyirsinizsə gələn iclasımıza saxlayalım. Ben de Yox, fikirlərinizi yəqin ki deməyə vacib sayılır. Bəli. Əvvəla 28 may tədbiri haqqında onu demək istəyirəm ki, çox nizamsız, çox təcrübəsizlikdən, naşılıqdan o qədər də ürəyi açan deyildi. Amma bizim üçün ürəyi açan deyildi. Amma nəzərə alsaq ki, yaxın müddətdə yaranıb, bu çaxnaşmanın içərisində bu cür bir tədbiri təşkil eləmişik. Həm Müsavatdan, həm AXCP-dən həddən artıq yüksək səviyyədə fərqlənərək çox gözəl, möhtəşəm iclasımız alındı. Biz bəyənməyə bilərik, biz özümüz üçün bəyənməyə bilərik. Amma həqiqətən həm səmimiliyinə görə, həm toplaşmalara görə, qatılıma görə çox-çox yüksək səviyyədə idi. Təşəkkür edirəm bütün təşkilatçılara, iştirakçılara, hamısına. Bayağı uşaq oğurluğu xarici ölkələrdə oradan alverindən filan danışıldı. Eyni zamanda bütün bizə aşılanan mənfi xüsusiyyətlər kimi, mənfi hərəkətlər kimi uşaq oğurluğu da, oradan alveri də hamısı bizə xaricdən gəlir. Elə bizdə olan mənfi xüsusiyyətləri pisləməyimizin birinci səbəbi odur ki, bu bizə doğma deyil. Bəzi millətlər üçün belə xüsusiyyətlər doğma, normal olduğuna görə heç onları o barədə heç danışmırlar da. Müsbət də, normal da qarşılayırlar. Bunu bildirmək istəyirdim. Bir də Rövşən bəy Qarabağa qayıdışdan danışır. Sənubər xanım Qərbi Azərbaycan danışır. Bəli, Validə xanım Tərtər hadisəsindən danışır. Diqqətinizə bir şey çatdırım ki,
Xalqın özünün istəyi olmadan bu məsələləri yerinə yetirmək olmaz. Bizim borcumuz bugün qapı-qapı düşür, lazım gələrsə. Qərbi Azərbaycandan qovulanların da, Qarabağdan qaçqın düşənlərin hal-hazırdakı torpaqları bərpa olunub ora qayıdış üçün həmin vətəndaşların da, Tərtər zərər çəkmişlərinin də, Bənəyin yarında, Nardaranın da istənilən zərər çəkmişin təbliğ elə, təşviq eləməliyik, məcbur eləməliyik. Bunları hərəsin öz dilində ya utandırmaqla, ya nə bilim, müxtəlif yollarla, indi mən burada hər şeyi açıqlamaq istəmirəm. Ona təşviq eləməsək, Qarabağa qayıdışı Qarabağlılar istəməsə, biz çox buradan danışacaq. Amma heç nəyə nail olmayacaq. Bunları bildirmək istəyirdim. Bir də mən əsas onu istəyirəm ki, bizim auditoriyamız genişlənsin. Auditoriyamızın da genişlənməyinin həm yenə də deyirəm, qapı-qapı düşüb, küçədə, bayırda, Azərbaycanda olanlara aid deyil, xaricdəkilərə də aiddir. İnsanları məlumatlandırmaq, bir də mümkün qədər öz kanallarımızdır da, bu doğma kanal, Abad Media, Azərfredon bizim özümüzündür. Orada danışdığımızı özümüz deyib, eyni, demək olar ki, eyni auditoriyanın bir-birimizi eşidirik, ondan kənara yayılmır. Buna görə də çalışmaq lazımdır ki, Azərbaycanda olan digər sosial şəbəkələrdən varsa mədəni, tərbiyəsiz yox, mədəni, elmi, normal, xaricdə olan sosial şəbəkələrlə də mümkün qədər onlarla daha çox yaymalıyıq. Məsələn, Sədaqət xanımın çox gözəl fikirləri var. Səni var xanım dəryadır. Sədaqət xanımın özünün çox mübarizələri, tədqiqatları var. Camal bəy hüquqi məsələlərdən danışdı. Qurban bəyin özünə də mən məsləhət görürəm ki, o da digər kanallarda çıxsın, öz fikirlərini dolğun desin. Kim bəyənmirsə, onun gözünə soxub elmi surətdə öz fikirlərin, prinsiplərini çatdırmağa bizim içimizdə o qədər potensiallı insanlar var ki, amma auditoriyamız məhdud, kiçikdir. Bunu genişləndirmək ən vacibdir. Azərbaycan Xalq Parlamenti və Milli Müqavimət tanınmayınca bir şey əldə edə bilməyəcək. Özümüz deyib, özümüz eşidəcək. Bir də insanlara başa salmaq lazımdır ki, bəli, biz parlamentik, biz Milli Müqavimət hərəkatıyıq, biz partiya deyilik, bizim hakimiyyət fikrimiz yoxdur. Fikirdən getmir söhbət. Bizim hakimiyyət, necə deyirlər, partiyaların vəzifəsidir, borcudur. Partiya ya hakimiyyətə gəlmə yolunda mübarizə aparmalıdır, ya da boykot eləməməlidir, özün buraxmalıdır. Əgər bu məqsədi yoxdursa. Biz hərəkatıq. Eyniləşdirmək üçün insanlarda fikir yaratmaq üçün da onu nümunə çəkirəm ki, indi bizə yəqin ki, iclasımız efirə gedəcək, baxan insanlar da buna başa düşsün. Milli Müqavimət hərəkatını eynən 85-ci, 87-ci illərdə yaranmış xalq hərəkatı, Azərbaycan Xalq Cəbhəsinə sonralar çevrildi partiyasına. O vaxta qədər olan xalq hərəkatına bənzətsinlər. Bu mənada bizə qoşulsunlar. Əli bəy, vaxtınız bitir. Xalq qığılcım istəyir, bildim, üzr istəyirəm. Mən bilirəm, xalq qığılcım istəyir. Amma o qığılcımı biz yaratmalıyıq. Xalqa nəsə verməliyik ki, nəsə tələb eləyək. Təşəkkür edirəm, üzr istəyirəm. Çox sağ olun Əli bəy. Qurban bəy, buyurun. Təşəkkürlər, hörmətli sədr, hörmətli millət vəkilləri, çox sağ olun. Mənim düzü danışmaq fikrim yox idi. Mən sadəcə olaraq qətnamə ilə bağlı, Tərtər dövlət qətliamı ilə əlaqədar verilən təkliflərin qeyd almaqla məşğul oldum. Çox təəssüf ki, o barədə də çox fikir deyilmədi. Amma burada səslənən bəzi çıxışlarla bağlı fikir bildirmək zərurəti duydum. Bəzi yoldaşlar burada danışanda sözdən işə keçmək lazımdır. Biz sadəcə burada danışırıq, nəsə eləmək lazım deyə belə mesajlar verirlər. Mən də hamısını başa düşürəm, dostlarım. Hörmətli millət vəkilləri, mən hər birinizin narazılığını başa düşürəm, xalqımızın narazılığını başa düşürəm, siz məndən də yaxşı başa düşürsünüz. Amma bir şey nəzərə alın ki, Azərbaycan Xalq Parlamenti rəsmi olaraq yanvar ayının 11-dən fəaliyyətə başlayıb. Özdə hansı keşməkeş və qalmaqallarla, hansı maneələrlə. Bizim fəaliyyətimiz, ömrümüz daha doğrusu 5 ayda deyil, tamamlanmayıb. İstəri gəlmirmi ki, təzəzənə yerimək yox, iməkləməyə belə çalışan bir təşkilatdan nəsə çox şey umursuz gördürsünüz və bu tip suallar, bu tip çıxışlar xalqda şuur altında Azərbaycan Xalq Parlamentinin
fəaliyyətsizliyi barədə obraz yaradır, fikirlər yaradır. Bəlkə də çoxunuz fərqində deyilsiniz. Mən istərdim bir şey fikir verəsiniz. 30 il fəaliyyət göstərən təşkilatlara heç bu suallar verilmir. Nədənsə? Ki, nə gözləyirsiniz? 30 il danışmaq mı olar? 30 il xalqı anlatmaq mı olar? Hakimdə gələ bilmirsənsə, nə istifa vermirsən? Soruşan yoxdur, amma 4-5 ayda yaranan xalq parlamenti ilə bağlı mən başa düşürəm. Çox böyük ümidləri var, gözləntilər var, bəkləntilərimiz böyükdür deyə bəlkə də bundan doğur. Amma bir dəfə bir qardaş mənə zəng eləmişdi, dedi ki, eyni mənə ittihami rəsuldur ki, sən nə çox danışırsan, 5 il danışırsan, işə keçmək lazımdır, bunları danışıqla həll eləmək olmaz. Dedim, nə təklif edirsən sən? Dedi ki, çox sadə, sən mənə silah göndər, kim istəyirsən, mən gedim öldürüm. Dedim, əgər sən işə keçməyə belə başa düşürsənsə, keç də işə. Bunu mənə deyirsən. Təbii siz bilirsiniz ki, Azərbaycanın xüsusi xidmət orqanları da çox yaratmaz belə fəaliyyət göstərirlər. Çünki ona rəhbərliyə rüşvətxor korrupsiyon adamlardır. Onların elə təşkil etdiyi əməliyyatlar da bu səviyyədə olar ki, sən zəngirə qurbana denən ki, mənə silahlı biz götürən qurbanı orada terrorcu kimi təqdim edək, duraq, neysə. Olmaz belə şeylər. Parlament məhz danışmaq yeridir. Dünyada hər yeni belədir. Əgər burada parlamentdə danışmaqdan başqa iş görmək iddiası ilə, fikri ilə bura gələnlər varsa, məncə yanlış gəliblər. Dostlar, hörmətli millət vəkilləri, öncə sözdür. Biz hələlik söz demə mərhələsindəyik. Biz parlament rəhbərliyi, eləcə də bir sıra mütəxəssislərin iştirakı ilə tezliklə sizə yol xəritəmizi təqdim edəcəyik. Bu barədə gündəlik bizdə müzakirələr gedir. Xalq bilməlidir, millət vəkilləri bilməlidir ki, bizim məqsədimiz nədir? Biz bu parlamenti yaradıb, bundan sonraki addımlarımız nədir? Nəyin nəcəyik? Xalqı hara aparacaq? Bunu gərək bir addım deyək, bunu deyəcəksən, narahat olmuyor. Amma bu formada ittihamları mən bir qədər haqsız və tez hesab edirəm. 5 ay cəmi fəaliyyət göstərən, bir-birini hələ də dəqiq tanımayan adamlar yığılan bir təşkilatdan belə bir şey tələb eləmək, gözləmək məncə çox tezdir. Mən təşəkkür edirəm Aydın bəyə də, başqa burada natiqlərə də. Onların iradlarının hamısını mən şəxsən öz ünvanıma deyilənləri, mənə aid olanları, televiziyamıza aid olanları qəbul edirəm, amma istədim hər birinizə bir retorik sual verəm. İclasdan sonra hamınız bu suala öz-özünə cavab verərsiniz. Hörmətli millət vəkilləri, siz Əvəz Zeynalının müalicəsi üçün 1 manat yardım etdinizmi? Etmişsiniz yoxsa yox? Siz bu iclas başlamamışdan öncə bugün iclas olacaq və bu iclas ABA mediada, Müqavimət TV-də, Azərfilmlə yayınlanacaq və mən də orada oturacağam. Mən orada görəcəksiniz. Mütləq bu verişləri yayın deyə qohumlarınıza, dostlarınıza, qonşularınıza mesaj göndərimsiniz yoxsa yox? Lütfən bu suala hamı cavab versin. Başqasından nəsə tələb eləmək asan bir şeydir. Məsləhət vermək qədər asan iş yoxdur dünyada. Mən gecə gündüz çalışıram. Mən şəxsən Qurban Məmmədli olaraq bütün sağlamlıq, hər şeyimi qoymuşam bu yolda, gecəm gündüzüm yoxdur. Çalışıram, mən işləyirəm. Siz də işləyirsiniz yoxsa yox? Hər birinizə soruşuram, çox xahiş edirəm. Ən azı nə edə bilərsiniz? Bugünkü iclas barədə, bugünkü verişlər barədə öz sosial şəbəkə hesablarınızda paylaşım etmişsinizmi? Mən qətlən bilirəm ki, heç biriniz etməmişsiniz. Kimsə edibsə özür istəyirəm mən, bəlkə də haqqına girirəm. Girin Facebook səhifələrinizə, bugün bir-birinizin yoxluğunu görün. Bu dəqiqə ABA medianı yaymısan yoxsa yox? Azərfilmi yaymısan yoxsa yox? Yox, yaymamışsınız. Bəlkə də diqqətsizlik edirsiniz. Bəlkə də bunun əhəmiyyətini bir o qədər qiymətləndirə bilmirsiniz. Boş şeydir. Yox. Məhz buradan başlayır. Hər birimiz ilk növbədə özümüzə sual verməliyik ki, mən nə etmişəm bu günə qədər? Bugün nə etdim, sabah nə edəcəm mən? Ondan sonra parlamentdən müddəti tələb eləyək. Yeni formalaşmaq istəyən bir təşkilatdan, parlamentdən. Çox xahiş edirəm mən sizdən, hər birinizdən rica edirəm mən. Dostlar, hörmətli millət vəkilləri, baxın, hal-hazırda Azərfilmdə cəmisi 580 adam izləyir bizi. Bu deməkdir ki, sizin heç biriniz, bir nəfər də olsun qohumunuzu bu prosesə cəlb eləməmişsiniz. Heç biriniz.
Nə qohumunuzu, nə dostunuzu, nə qonşunuzu. Əgər bunu eləsəydiniz, burada indi 5-10 min canlı izləyici olmalıydı bu kanallarda. Gəlin biz onu eləyək. Narahat olmayın. Çox tezliklə nəticəni görəcəksiniz. Biz hələlik söz danışma mərhələsindəyik. Müəyyən kritik o kütlə yığışacaq televizyon ətrafında, bu virtual təşkilatlanmada, eləcə də müqavimət hərəkatında, amma medianın hələ də 100 min abunəsi yoxdur. Hələ də 500 min abunəsi yoxdur Azəfirdimin. Müəyyən o kritik kütlə yaranandan sonra biz təşkilatlanmanın yeni mərhələsində başlayacağıq. Amma hələ ki darıxmaq lazım deyil. Mən burada o iradları da başa düşürəm. O tənqidləri də qəbul edirəm hamısının ünvanımıza. Amma ilk növbədə hər birinizdən mən də tələb edirəm sizin bir həmkarınız kimi, parlamentin bir üzvü kimi. Çox xahiş edirəm. İlk növbədə hər iclasdan qabaq ən azı qohumlarınıza, dostlarınıza və qonşularınıza sizə hörmət edən, sizə inanan insanlara mesaj göndərin ki, bugün iclasımızdır, filan kanalda yayılacaq. Mən oturacaq burada, məni görüb, bəlkə danışdım mən, məni izləyin. Bunu eləyin. Sosial şəbəkənizdə paylaşın, paylaşım eləyin. Verilişlərlə bağlı fikirlərinizi yazın və mütləq hər birinizdən xahiş edirəm. İclas qutarandan sonra oturun, ailəli isə bir yerdə zəng edin dostlarınıza, qohumlara, qonşulara ki, bu dəqiqə mən çıxış eləmişəm, iştirak eləmişəm bir iclasda, yayılıb da Azəfreedomda, amma mediada, orada izləyin xahiş edirəm. Bir dənə bunu təşkil edin, sonra nəticəsini görün. Növbəti iclasda, əgər bunu eləyəcəksiniz mən deyənləri, növbəti iclaslarda nəticəsini görəcəksiniz. Mən bunları demək istəyirdim, çox danışdığımda özür istəyirəm. Haqqınızı halal edin, təşəkkürlər, çox sağ olun. Çox sağ olun. Nusret bəy, bircə dəqiqəlik replik olar. Bircə dəqiqəlik. Buyurun Aydın bəy. Hörmətli Qurban bəy, görünür mənə diqqətlə qulaq asmadınız. Mən heç kimə nə irad tutdum, nə tənqid elədim. Mən sadəcə olaraq sizin kanalları böyük boynunda missiya olan kanallar adlandırdım və Azərbaycanı əhatə edən yeganə 2 kanal Azad kanal dedim. Dedim sadəcə bu kanalların gücündən maksimum istifadə eləməliyik. Biz xalqı özgüvənli özünə qaytarmalıyıq. Bunun da gücü yalnız 2 kanaldadır. Mən bunu dedim. Tamam. Və burada bu missiya təhsil boynunuzda dölüb. Biz burada hər bir adam sizin kanallarında çıxış eləməklə bu xalqın özgüvənli, xalqın böyrünü özünə qaytara bilər. Mən bunu dedim. Mən nə tənqid elədim, nə də başqa şey dedim burada. Mən sizin düşdüm, narahat olmayın. Mən sizin adınızı çəkdim, başqaları üçün dərs olsun deyə. Təbii siz ağsaqqalcı böyüksünüz, təcrübəli siyasətçisiniz. Çox sağ olun. Mən düzgün başa düşərsiz deyə adınızı çəkdim. Yoxsa bundan sonra çəkmərəm. Yox, Qurban bəy, başa düşürəm hər şey. Çox sağ olun. Hörmətli millət vəkilləri, biz artıq 3 saat 20 dəqiqədən də artıqdır ki, iclasda davam elətdiririk və millət vəkillərinin də hətta çıxışa yazılanlar da var. Mirqafil Seyidlidir, Əliyev Elnurdur. Əgər dostlar, kişilər, yəni Mirqafil bəy siz, Elnur bəy siz etiraz eləmirsinizsə, yalnız Ziyafət Abbasova xanım olduğuna görə söz verək və onunla da bugünkü yığıncağımızı yekunlaşdıraq. Etiraz eləmirsiniz? Xeyr, olar Namzət bəy, olar. Çox sağ olun, minnətdaram. Buyurun. Yəni, Ziyafət xanım, söz verilirsə bununla da iclasımızı yekunlaşdırırıq. Buyurun Ziyafət xanım. Salam hörmətli millət vəkilləri. Burada hörmətli həmkarlarım çox gözəl, çox möhtəşəm, maarifləndirici çıxışlar elədi. Bir adlarını çəksəm yadımdan çıxanlar da olar. Ona görə də hamısı çox sağ olsun ki, çox gözəl, maarifləndirici mövzularda danışdılar. Qurban bəy də deyir ki, sözdür, bizim əsas birinci işimiz sözdür. Bəli, çox doğrudur. İsa Peyğəmbər deyib ki, hər şey birinci sözdən başlayır. Sözdən sonra keçir əmələ, axırda sonda olur nəticə. Söz elə bir gücdür ki, ancaq biz bu sözü də yaymalıyıq. Nizami Gəncəvi də sözdən belə bir bənddə Nizami Gəncəvinin bir kuplet şeirini demək istəyirəm. Deyir, heç kəsdə tapılmaz belə bir qüdrət, versin sözdə hünərə qiymət. İnsanın qiyməti söz ilə artar, hörmətə, izzətə söz ilə qalxar.
Amma bu sözləri ki, biz burada deyirik, bu efirdə, bizi çox az adam eşidir. 15 min, 20 min insan bizi eşidir. Bu da çox bir azdır. Xalqın çox bir az faiz hissəsidir. Bu sosial şəbəkədə çox adamın interneti yoxdur. Ya zəlzələdən, ya vəlvələdən baxmırlar, bizi görmürlər, bizim bu planlarımızı, bizim bu gələcək gözəl proqramlarımızı eşidə bilmir, görə bilmir, məlumatsız qalır. Mən belə bir təklif eləmək istəyirəm ki, biz şəkilli broşuralar, bukletlər hazırlayaq. Bunu insanlar arasında yayaq. Bakı şəhərində, Abşeronda, kimin əlinə hara çatırsa, biz bunu insanlara yayaq. Bu insanların da ən azından 10 nəfərdən biri statistika deyilən belə bir şey var. 10 nəfərdən biri maraqlanacaq. Bu xalq parlamentini biz tanıdaq. Xalq arasında, əhali arasında xalq parlamenti tanıdılsın. 10 nəfərdən də biri gəlib maraqlanar. Belə-belə bizim auditoriyamız genişlənər. Bu, yəni, mən bu təklifim budur. Bununla da sözümü bitirirəm. Sağ olun ki, söz verdiniz. Dəyərli həmkarlarım da sağ olsun ki, yerlərini mənə verdi. Mən çıxış eləmək fikrim yox idi. Ona görə də elə axırdan axıra belə fikrə gəldim. Sağ olsun ki, məni qabağa saldılar. Saldınız. Namizəd müəllim, siz də o bir dəyərli əqidədaşlarım da, həmkarlarım da məni tələdilər qabağa. Sağ olun. Çox sağ olun Ziyafət xanım. Hörmətli millət vəkilləri, bununla da dövlət himnimizin səsləndirilməsi ilə bugünkü iclası yekunlaşdırılır. Sağ olun, gecəniz xeyrə qalsın.